Dölyanı mayının azalması və yaxud da artması hamilələri çox narahat edən məqamlardan biri də budur. Dölyanı mayı dölü ana bətnində xarici travmalardan qoruyan, həmçinin ana və döl arasındakı maddələrin mübadiləsi, termoregulyasiyanı tənzim edən sistemdir. Bunun artması və yaxud da azalması dölə çox ciddi təsir göstərəcəkdir. Bildiyimiz kimi ana bətnində olan döl bu suyu udaraq böyrəkləri ilə xaric edir. Əgər dölyanı mayı azalıbsa, deməli, dölün yemək borusunda və yaxud da ki, fetoplansetar qan dövranında bir çatmamazlıq vardır. Əksinə, dölyanı mayın artması, yəni polihidroamniozis isə, deməli, dölün böyrək və yaxud da sidik sistemində ciddi bir problem vardır ki, döl aldığı mayeni böyrəkləri ilə və sidik yolları ilə xaric edə bilmir. Əziz hamilələr, əgər sizdə də istər oligohidroamniozis, istər polihidroamniozis kimi diaqnozlar qoyulubsa, mütləq qaydada öz ginekoloqunuz tərəfindən müayinə və müalicə olmağınız məsləhətdir.